Bugün sobanı təmizləyirəm. Açığı bir müddətdir təmizləmirdim və içində kifayət qədər yağ yığılmışdı. Sizlərə nəticəni daha aydın göstərmək üçün də qəsdən belə saxlamışdım ki, fərqi daha rahat görəsiniz. İndi isə Faberlikin antijir yağ sökücüsündən istifadə edirəm. Sadəcə sətin üzərinə tətbiq edirəm və biraz gözləyirəm ki, yaxşı təsir etsin. Bu hissə vacibdir, çünki məhsul yağı yumşaldır və sonradan təmizləmək çox daha rahat olur. İndi isə yavaş-yavaş silməyə başlayıram. Çox güc tətbiq etməyə ehtiyac olmur. Çünki yağ artıq açılmış olur və rahatlıqla çıxır. Gördüyünüz kimi də səth getdikcə təmizlənir. Yağ izləri isə demək olar ki, tam yox olur. Belə olanda insanın işi həqiqətən asanlaşır. Həm vaxt az gedir, həm də nəticə göz qabağında olur. İndi isə nəticəyə baxaq. Sobam artıq həm təmiz, həm parlaq, həm də səliqəli görünür. Belə hallarda düzgün məhsul seçmək həqiqətən çox şey dəyişir. Belə videolar üçün isə məni izləməyi unutmayın.